Salamlar. Sizləri dərsimizdə xoş gördük. Mən Anar Həsənov. Bu gün sizlərə 23.06.2019-cu il tarixində blok imtahanlarına düşmüş riyaziyyat suallarının izahını verəcəm. Deməli, yeni bir layihəyə başlayırıq. Bu layihədə 2019-cu ildən başlayaraq blok imtahanlarının izahlarını sizlərə verəcəm. Və məqsədim sadəcə suallar izah etmək olmayacaq. Məqsədim həmin sualın, mövzusunun ən azı sizə sürətli qaydalarını təkrar etmək olacaq. Ona görə hər hansı bir qayda təkrarən yazanda, təzədən yeni bir qayda yazanda və yaxud da ki, onu qayda dəftərinizə yazın və öyrənin, əzbərləyin. Vaxt itirmədən başlayaq suallarımıza. Bunları biz test 100 ilə işarələnmişik. Yəni 100-dən başlayacaq testlərimiz. Çünki bundan əvvəl yadınıza gəlirsə, buraxılış imtahanlarımız üçün 27 dənə test izah etmişdi. Yəni ona uyğun da bloklar başlayır bizdə 100-dən. Başlayaq. Birinci sualımız törəmə ilə əlaqəli sualdır. Törəmə mövzusunu bilməlisiniz. Burada nə yadımıza salırıq? Y üstü x-in törəməsi özün verirdi. Və ya y üstü fx olsaydı, yəni mürəkkəb bir funksiya verilsəydi, özün verəcəkdi. Amma bunu mürəkkəb edən funksiyanın da törəməsinə vuracaqdıq. Məsələn, bax, y üstü sinus x-in törəməsini tapanda bu özün verirdi. Amma sinus x-in də törəməsinə bunu nə edirdik? Vururduq. Bu da olurdu. Kosinus x vurulsun y üstü sinus x. Biz burada sıfırdan törəmə keçmirik. Sadəcə bəzi qaydalar yadca salırlar. Və bu nisbətin törəməsidir. U bölünsün v-nin törəməsidir. U bölünsün v-nin törəməsi sürətin törəməsi vurulsun məxrəcidir. Məxrəcin törəməsi vurulsun sürətidir. Bölünsün məxrəcin kvadratı idi. Və burada çıxılsın var, görürsünüz. Hasıl olsaydı u vurulsun v-nin törəməsi olacaqdı. O da sürətin törəməsi vurulsun digəri plus v-nin törəməsi vurulsun olacaqdı. Onda tətbiq etsək, sürətin törəməsi vurulsun məxrəc, çıxılsın məxrəcin törəməsi vurulsun sürət olur. Və bölünsün məxrəcin kvadratı olur. İndi y üstü x-in törəməsi özü idi. 2-nin də törəməsi, sabitənin törəməsi 0 idi. Digərinin də törəmə yoxdur, görürsünüz. Çıxılsın, burada törəmə yeni y üstü x qalır, amma mənfidir. Qabaqda da mənfi var, üstəgəl olur. Əslində bu topluluğunda var bunlar aid sual. Yəni topluluğun elə sualdır demək olar ki. Mötərizələr açıq yuxarıda sadələşdirsək 4 dənə y üstü x alırıq və burada da 2 çıxılsın y üstü x-in kvadratı alırıq. Aşağıda törəmədə olmur, aşağıda kvadrat olur. Deməli biz bu funksiyanın törəməsini almışıq 4 dənə y üstü x bölünsün 2 çıxılsın y üstü x-in kvadratı almışıq. İndi x 0 bərabərdir ln 3-ü yerinə qoyun. Yəni f törəmə ln 3 burada olur 4 üstü y üstü ln 3 bölünsün 2 çıxılsın y üstü ln 3 kvadrat. İndi lnləri yadımıza salaq. E üstü ln a, a-nı verirdi. Deməli, e üstü ln 3, 3-ü verəcək. Deməli, bu olacaq 4 vur 3. Bu da olacaq 2 çıxılsın 3-ün kvadratı. Bu da nəticədə 12 edəcək. Bu hansı düsturudur? Bu, loqaritmada a-nın üstündə loqaritma a əsasından b, b-ni verirdi. Yəni, məsələn, 2 üstü loqaritma 2 əsasından 7, 7-ni verirdi. Həmin düsturdur. İkinci, düzgün tetraedraya aiddir, piramidalara aiddir. Düzgün tetraeder bütün tilləri eyni olan üçbucaqlı piramida idi. Və yaxud da bütün üzləri eyni bərabər tərəfli üçbucaq olan piramida idi. Bu piramidadır. Piramidanın düsturlarını sizə bir də yadınıza salım. Növbəti imtahanlarda düzgün tetraeder dursa o qədər ətraflı danışmayacağım. Bunun bütün tililərə aiddir. Yəni bütün üzləri bərabər tərəfli üçbucaqdır. Ona görə birinci S oturacaq və yaxud da ki, hər hansı bir üzünün sahəsi deyəndə o bərabər tərəfli üçbucağın sahəsi olurdu, belə tapılırdı. İkinci S yan səthin sahəsindən gedir. Bunun 3 dənə yan üzü var, olurdu 3 dənə S oturacaq. Üçüncü tam səthin sahəsindən gedirdi. Bu 4 dənə S oturacaqdı. Dördüncü yan üzün hündürlüyünə apofem deyirdilər. Bura nə deyirdilər? Apofem deyirdilər. Yan üzün hündürlüyü. O bərabər tərəfli üçbucaqda hər hansı bir hündürlüyüdür. Akurat 3 bölünsün 2 ilə tapılırdı. Beşinci nə yazmaq olar? Ümumi hündürlük. Piramidanın ümumi hündürlüyü yuxarıdan aşağıya qədər, yəni təpədən oturacağa qədər olan məsafədir. Bu h-idir. Bu h-ın tapılma qaydası var.
A vurulsun, kök altında 2 bölünsün 3 ilə tapılır. Bunu əzbərləyin və yaxud da ki olur A kök altında 6 bölünsün 3. Sonra 6-cı düstur həcm. Həcmi də tapanda həcm düsturu 3-də 1-ə oturacaq vurulsun h olduğuna görə belə bir düstur alınır. Bu kök 2-dir. Burada bir üzünün xaricinə çəkilmiş çevrənin radiusu anlayışı var. Bir üzünün daxilinə çəkilmiş çevrənin radiusu var. Bunu da siz tanıyırsınız. Üçbucağın bərabər tərəfli üçbucağın daxilinə və ya xaricinə çəkilmiş çevrələrin radiusları idi. Düsturları yazın, əzbərləyin. Ada tildir. İndi tam səthi budursa 4 dənə s oturacaq. A kvadratı kök altı 3 bölü 4 25 kök 3'dür. Kök 3'lər və 4'lər getdi. A kvadratı 25 oldu. A-nı da nə tapdıq? 5. Tilini tapın deyil. Deseydi tillərin cəmini tapın. Neçə dənə tili vardı onun? 6 dənə tili vardı. 6-nı 5'ə vurardınız. Üçüncü sual. Üçüncü sual integral mövzusuna aiddir. Funksiyalarla hüdudlanmış fiqurun sahəsi nəyə aid idi? İntegrala aid idi. Bunu dərsi mənim kanalımda mövcuddur və açıqdadır. Hər kəs izləyə bilər. Deməli, birinci növbədə biz nə edirdik? Qrafik əgər çəkməyəcəkdiksə, bunların kəskimə nöqtələrini tapırdıq. Tapanda da əgər 2 dənə kök tapıbsızsa, bunun biri neçədir ki? Harada səhv etdiyi görəsən. Hə, bunu bu yana atanda çıx x qalır. Hə, kökün biri olur -1, digəri də olur 2. Əslində bu belə bir şeydir. 4 çıx x 4 çıx x. Budur. Təqribən. X kvadrat çıx 2x plus 2-də y-i 2-də kəsir. Təpə nöqtədə 1-dir. Bu da belə bir şeydir. Taxçı, bu da belə bir şeydir. Bax, buranın sahəsini sizdən istəyir. İndi yadınızda saxlayın. İntegralda sağı tapanda burada bunların kəsikməsini tapırsınız. Yəni sağların bərabər götürürsünüz. Kəsikmə tapırsınız. 2 dənə nöqtə alanda o qrafiki çox da ehtiyac olmur. Onda saha bərabərdir olur. Balacadan böyüyə, sərhəd boyunca. Bunların birindən də digərini çıxırsınız. Yəni, elə bil A-dan B-yə y1 çıxılsın y2 dx olur. Səhv çıxanda siz onsuz orada integralı mənfi alarsınız. Saha integralın əksi olduğuna görə müsbət götürürsünüz. Çıxırsınız bunları. Və bunu hesablayırsınız. İndi bu nə olacaq? -1-dən 2-yə 2. Sonra plus x çıxılsın x kvadrat dx. İntegralda da yazacaq salım qüvvətə görə integral necə tapılırdı? X üstəyinə görə integral qüvvəti bir bayda artırıb bölürdünüz qüvvətə. Amma 1 bölü x-də o mümkün deyil idi. Ona görə törəmənin tərsi olduğuna görə integral bu ln x-i verirdi. İndi burada necə olacaq? Yəni integral hesablanmaya görə. Bu 2x-dir. Çünki 2x-in törəməsi 2-dir. Burada qüvvəti bir bayda artırırdıq, bölürdük qüvvətə. Burada da qüvvəti bir bayda artırıb bölürdük qüvvətə. -1-dən 2. İndi x-in yerinə bir dəfə 2-ni qoyurduq. X-in yerinə də bir dəfə -1-i qoyurduq. Bunları bir-birindən çıxırdıq. Alınan nəticə verilən sahə olacaqdır. 4,5 yadımda qalıb. Ola bilər səhv qalıb. Bu hesablamanı axıra qədər aparmayacağım. Və əslində yuxarıda qalandan o dərsi açıqdadır. İzləyin, öyrənin. Çünki orada fərqli suallar çox olur. Aşağıda qalanını çıxırlar və yuxarıda qalan 4 çıx x-dir. Aşağıda qalanını çıxırlar. Bu -1, bu da 2-dir. Və -1-dən 2-yə yuxarıda qalandan aşağıda qalanını çıxdım, onu integralladım. Belə. Amma məsələn bax, bir funksiyanı x kubu versə, digər funksiyanı 4x versə, sən bunu sağların bərabərləşdirsin, x-ə bölməyəcəksən, tənlik həll edəcəksən. Biri 2-dir, biri -2-dir, biri 0-dır. 3 dənə kök alınır. 3 dənə kök alanda sən orada qarışdırarsan, səhv yazarsan. Ona görə mütləq şəkil çəkməlisən. Mütləq. Bax, kub belə idi. Sonra 4x-də təqribən belə idi. Buradan bunu seçək. Bir buranı istəyir, bir də buranı istəyir. Bu nöqtələr biri -2-dir, burası 0-dır, burada 2-dir. Əslində burada simmetriya var. Bu sahə ilə bu sahə eynidir. Onda bax s bərabərdir 2 dənə, buranı taparam. Birini tapıb 2-yə vuraram. 0-dan 2. İndi bax yuxarıda qalan kimdir? 4x-dir. Aşağıda qalan kimdir? X kubudur. Bu aşağıda qalan kimdir? X kubudur. Çıxaram bunu, nəticəsini hesablayaram. Dördüncü, çoxluqlara aid olan sualdır. Çoxluqların təbii ki burada kəsikməsi var. A ilə S-ni kəsişdirib, B ilə S-ni kəsişdirib, C ilə D-ni kəsişdirib. Onda necə olar? Deməli. Burada hansı variantdır? Birinci variant niyə deyil?
Çünki seni çıxıbsa seni qaralamamalı idi. Seni qaralayıb. Orada S qalıb. Sonra S ilə burada cavabları, bu da bu Y variantıdır. Nə edir? Hamısını birləşdirir. Hər şeyi qaraladı. Bax, hər şeyi qaraladı. S ilə kəsişdirir. Bax, o S ilə nə elədi? Kəsişdirdi. Bax, A-nı, B-ni, D-ni götürüb S ilə kəsişdirib. Ancaq S ilə olan hissələrdir. Ona görə Y variantı. 5-ci trigonometrik tənlikdir, amma bu belə deyək, sadə trigonometrik tənlik deyil. Siz burada nələr bilməlisiniz? Kosinus 2x-in düsturlarını bilməlisiniz. Kosinus 2x-in bir neçə düsturu var. Kosinus kvadrat çıxılsın sinus kvadratdır. Sonra kosinus 2x-in kosinusdan asılı düsturu var idi. 2 kosinus kvadratı alfa çıx 1. Bax, elə buradan alınırdı ki, 1 plus kosinus 2x gördüyümüz yerlərə yazaq 2 kosinus kvadrat x. Bu ikisi birbirini tamamlayır. Sonra kosinus 2x'in sinusdan asılı düsturu vardı. 1 çıxılsın 2 sinus kvadrat x idi. Ondan biz nə vaxt ki 1 minus kosinus 2x görürdük, yerinə 2 sinus kvadrat x yazırdıq. Bu ikisi də bizə xatırlatmalıdır. Onda nə edirəm? Bunları bir tərəfli yığıram, olur 2 dənə modul kosinus x plus 1 plus kosinus 2x. Kosinus 1 plus kosinus 2x gördüyüm yerə bunu yazacağım. Onda mənim tənliyim olacaq 2 modul kosinus x plus 2 dənə kosinus kvadrat x. İndi modul kosinus x-ə t desəm, onda bu olacaq t plus t kvadratı. İkini də atdım. Onda t'nin biri 0 olur, biri də mənfi 1 olur. Bəs nəyə t demişik? Modul kosinus x-ə biz t demişik. Bu bir dəfə 0'dır, bir dəfə də mənfi 1'dir. Axı mənfi 1 ola bilməz, çünki modul olan bir şey mənfi ola bilməz. Aldıq kosinus x bərabər 0. Yəni modul 0'dırsa özü 0'dır. Kosinüsün də xüsusi halları vardı. 0'ı harda alırdı? Bir 90'da alırdı, bir də 270'də alırdı. Yəni üstünə də 180'in qatlarını gəlirdik. Deməli D variantıdır. Kosinüsün ümumi və xüsusi hallarını təkrar eləyin. Mən bunu sizə burada bütün hamısını təkrar eləməyəcəm. Çünki təkrar eləsək dərsimiz həddən artıq çox uzun gedər. Xüsusi və ümumi halların qayda dəftərinizdən təkrar eləyin. Məsələn, ümumi hal nəyə deyirdim? Kosinus bərabərdir 2'də 1 harda alırdı deyirdik. X bərabərdir mənfi müsbət ilk kök. Üstünə gəl 2 pi k olurdu. Təkrar edin, yadca salın. Amma modul kosinus x ola bilərdi, alardıq 2'də 1. Onda bunu necə həll edəcəkdik? Bunu kvadrata yüksəldəcəkdik 2 modul için və dərəcə azaldacaqdıq ki, bir dənə kökə gələk, çıxaq. Sonra buradan kosinus 2x'i tapacaqdik. Dərəcə azaltma düsturlarını da yadca salın. Kosinus kvadrat x 1 plus kosinus 2x bölünsün 2 idi. Sinus kvadrat x, bunun ikisinə də dərəcə azaltma düsturları deyirdilər. Bu ikisinə. Tan yesdə sinus bölü kosinus olduğuna görə onu da oradan yazarsınız. Və əslində buradan alınan nəticədə, bu da buradan. Sinus kvadratı nəyə bərabər olur? 1 çıx kosinus 2x bölü 2. Buradan da kosinus kvadrat x nəyə bərabər olur? 1 plus kosinus 2x bölü 2. Əla, 6-cı sual. Silsilə, ədədi silsilə. Silsilə qaydalarını bilməyiz burada kafidir. Müxtəsər vurma düsturları ilə bunu yazıram. Kvadratlar fərqi A8 çıx A2 vurulsun A8 plus A2. Bərabər 9, 12. Bunu uzun-uzun parçalaya bilərəm. Amma bunları çıxanda biz bilirik ki 6D qalır. Bu da indekslərə görə 10 eləyir. O da 2'dən A5 eləyir. Elə bir ki toplayın, 2'dən olduğuna görə 2'dən A5 yazın. Amma məsələn belə olsaydı A3 10 elədi, 11 elədi, üstünə gələk 4'ü. 15 elədi. Bu 3'dən A5 eləyəcəkdi. 3'dən olanda 3'dən yazırsınız. 2'dən olanda 2'dən yazırsınız. İndi neyinir ki? D'də nə qədər də yox. Burada 12 vurulsun D. 19 vurulsun A5 yoxdur. D var. A5 D yoxdur. Buradan da D'ni tapanda 4 tapırıq. İndi bizdən A2'ni istəyir. Məsələn A5'i verildiyinə görə bunu belə yazardım. Oradan tapardım. Amma ən yaxşısı nədir? A5'in A2 ilə əlaqəsi. A2 plus 3 idi. Yerinə qoyun. Bura 19'dur. A2 yoxdur. D-də nədir? 4, 12'dir. Deməli A2 nə qədər eləyir? 7. Bunu deyirəm də. Məsələn A10'u A2 ilə necə yazırdım? Üstünə 8 deyərdim. Və yaxud da A17'ni A2 ilə necə yazardım? Üstünə 15 də gəlirdim. Bunları yazıda yavaş-yavaş salıram. 7-ci sual.
Bu da testin sualıdır. Topluda var belə suallar. Bunun ən qısa forması nədir? Bunu uzun da yazmaq olar. Qısa forması nədir? Bunu mən diagonal boyunca çəksəm, qoy digər rəngindən götürüm. Onda diagonallar kəsişib kəsmə nöqtəsində yarıya bölündüyünə görə bu da yarıya bölünür. Və buralar olur 6-6. Onda burada 8 olduğuna görə bura Pifagor teoremi yazsam bura olur 10. Onda burada 10 daxil. Yəni diagonalımız nə qədər olur? 20. Bax diagonal 20'dir. Bax indi bunu burada qeyd edeyim. Diagonalımız 20'dir. Bura nə qədərdir? Burada hündürlüyüdür. Hündürlüyümüz də 8'dir. Onda sahə üçbucağın sahəsini tapanda 8 vur 20 bölü 2 də h bölü 2. Onda düzbucağının sahəsi də 2-dən onun qatı olduğuna görə 8 vurulsun 20 olur. Yəni S bərabərdir. Diagonal vurulsun təpədən diagonala qədər məsafə düsturu ilə bunu yazmaq olur. Bunu belə də işləmək olardı. Bura x desəydim, bax bura A-dır. Bura 90'dır, bura x'dir, bura A-dır, bura 8'dir. Onda burada nə olacaq? X olacaq. Burada 12'dir. Proyeksiya qaydası. H-ın kvadratı x vurulsun y. X buradır, vurulsun y. Y də digəri idi. Düzbucağı da axı bura. Proyeksiya qaydası. Amma çox uzun gedər. Yəni ehtiyac yoxdur buna. 8-ci sual. 8-ci sualı necə yazacağıq? Buradan vurğuları ayıracağıq. A vurulsun, A çıxılsın B. Buradan da mənfi S-ni çölə çıxardacağıq. A çıxılsın B. Mənfini çölə çıxardığında işarələr dəyişilir. A çıxılsın B. Buradan da A çıxılsın S olur. A çıx B 3 verib, A çıxılsın S-ni də 4 verib. Buradan da nə qədər eləyir? 12. Növbəti sual 9. Bərabərsizliyi ödəməyən. Bir şey bərabərsizlik verilir və deyir ödəməyən. Ödəməyən deyəndə nəyi nəzərdə tutur? Böyüdürsə kiçik bərabəri nəzərdə tutur. Və bunu həll edirik. Ödəməmək budur. Onda 2x kvadrat çıx 7x plus 5 kiçik bərabər 0 olur. Biz də demişik ki kvadrat olanda vurğuları ayırın. Yəni A vurulsun x çıxılsın x1, x çıxılsın x2 şəklində vurğuları ayırın və intervalla həll edin. Əslində bunu vurğuları ayırmaya tez görünür. 1 kök 1'dir. Digər dəmsallara görə belə olur. Vədə doxuna düşsəm, biri 1'dir. Biri də 5 bölü 2, yəni 2,5'dir. Bura müsbət, bura mənfi, bura müsbət. Deməli düşür mənfi yerə. İntervallar üsulu. Qüvvət ki 1-dən o B oldu. İntervallar üsulu ilə həll eləməlisiniz. 0-dan da kiçik bərabər mənfi yer deməkdir. Bax bura deməkdir. Orada tam ədədlər istəyir. Biri 1'dir, biri də 2'dir. Çevrə xaricinə çəkilmiş bərabər yanlı trapesiya. Deməli bir trapesiyamız var və bu bərabər yanlıdır. Və bizə nə verib? Oturacağa bir iki bucağı verib 30 dərəcə. Onda sahədən danışırsa hündürlüyü çəkəcəm. Onda bura h desəm 30'un qarşısındakı hipotenuzun yarısı olduğuna görə bura 2h olur. Burada 2h olur. İndi burada çevrədən danışır. Yadınızda saxlayın. Əgər dörd bucağının xaricinə çevrə çəkilsə, onun qarşı təpədə duran bucaqların cəmi 180 olur. Əgər dörd bucağının daxilinə çevrə çəkilsə, onda onun qarşı tərəflərinin cəmi bərabər olur. Daxilinə çevrə çəkiləndə də qarşı tərəflərin cəmi bərabər olması üçün bu 4h olur. Onda sahə trapeziyada A plus B, yəni orta xətt vurulsun hündürlüyüdür. A plus B-nin yerinə 4h qoyanda bu da olur 2h kvadrat və bunun 128 verib. Onda h kvadrat 64, h olur 8. Yan tərəfini istəyir. Yan tərəf 2h-dır görürsünüz. O da nə qədər eləyəcək? 16. Müəllim xaricinə çəkilmişdir. Elə demir. Sənə deyir ki, bir çevrə var. Bu çevrənin xaricinə trapesiya çəkilib. Onda belə çıxır ki, bu trapesiya daxilinə nə edib? Çevrə çəkilib. Limit. Limitlər sonsuzluğa yaxınlaşanda biz həmişə demişik ki, bu ədədə bölün. Yəni burada 2 üstünə böləcəyik. Və limit anlayışında bura çox həddindən artıq kiçik olur. Çox kiçik olur. Çünki məxrəc B olanda kiçik olur. En sonsuzluqdur. En məsələn 1000'dir. 2 üstü 1000 çox böyük ədəddir. Onda bunlara biz 0 deyirdik. Cavab qaldı 1. Məsələn və yaxud da ki belə bir limiti yazıca salım. Məsələn 2n kvadratı çıx 5n plus 7. 6 minus 3n plus məsələn 7n kvadratı. Bu limiti hesablamaq üçün biz nə edirdik? Sürətlə məxrəci n-in kvadratına bölürdük ki qüvvəti B olana bölün. Bölürdük ki nəyi yadımıza salaq? 1 bölənlər, 5 bölənlər, 7 bölən kvadratlar 0'dır. Çünki məxrəc çox böyük olanda bu 0'a yaxınlaşırdı. Cavab qalırdı 2 bölü 7. 12.
Paralel köçürmədə yəni yazır ki, A nöqtəsi -1, 2-dən paralel köçüb B nöqtəsi 2, 1-ə. Bax, paralel köçürmədə x-i neyniyib? Bax, son x-i almaq üçün əvvəlki x-i neyniyib? 3 vaid artırıb. Y-i neyniyib? 1 vaid azaldıb. Elə bir ki, bax, bu x, y nöqtəsini gətirib qoyub x2, y2. Hansı qayda ilə? X-i 3 vaid artırmaqla, y-i 1 vaid azaltmaqla gətirib. Sonra deyir, -4, 4 nöqtəsi hansı nöqtəyə keçər? İndi yenə başlanğıc nöqtə -4, 4 verir. Onda necə idi bu? X 3 vaid artıracaqdı. Qalır -1. Y 1 vaid azaldacaqdı. Qalır 3. Bu variant. Və görürsünüz, X 3 vaid artırır, Y 1 vaid azaldır. X 3 vaid artırdım, Y 1 vaid azaltdım. 13-cü sual. İfadəni sadələşdirin. Çevirmə düsturlarını yadınıza salın. Pi bölü 2, pi bölü 2 plus minus alfa. 3 pi bölü 2 plus minus alfa. Yəni 270 və 90'da biz deyirdik ad dəyişilir. Dəyişilir. Amma pi plus minus alfa ilə 2 pi plus minus alfada ad dəyişmə deyirdik. Və lübə bax deyirdik. Yəni kotaniyas pi bölü 2 plus alfada 90'ın üstüne bir şey gəlirsənsə bu ikinci rübdür. Yəni bunun cavabı mənfi olacaq. Bu alfadan da asılıdır. Deməli ad dəyişilir və mənfi olur. İndi kotaniyasda taniyasa vuranda 1 eləyirdi. Qabaqda mənfi var. O da eləyir -1. Ayrıca taniyasın öz düsturu nə idi? Sinus bölünsün kosinusudur. Kotaniyasın düsturu nə idi? Kosinus bölünsün sinusudur. Belə. Məsələn, bax, növbətində kosinus 3 pi bölünsün 2 minus alfadan danışsa, bu 3-cü rübə aiddir də 270'dən bucaq çıxırsan. Deməli, cavab mənfidir. Bu ad dəyişilir. Sinus alfa edir. Çünki kosinus 1 ilə 4'dən müsbətidir. Və onları biz burada hamısını bir-bir keçən deyilik. Təkrar eləyin onları. Sxemdə buğdadan müəyyən itki ilə undan çörəyin alınması göstərilib. 3 kilogram buğda. Deməli 3 kilogram 20% itkisi gedib. Qalıb 80%. 300'ün 80%. Gelir 240. Deməli x elədi 240. 240'dan da 30% artım var. 30% artım. Yəni ora niyə artım olur? Məlumdur ki, əlavə qatqılar olur. Su əlavə olunur və yaxud da ki. Deməli 240 100%'dir. Bunu deyir 30% artır. Yəni 130%'ını tap. So bu da olur 24 vur 13. 24 13'e vuranda 312 eləyir. 15-ci sual. Tərəfləri 12, 15, 9, 13 bucağın medianlarının kəsişmə nöqtəsindən. Çox qəşəng sualdır, çox da çaşdırıcı sualdır və bu daha bizim dimdə, topluda bu sual var. Elə bu imtahana düşəndən sonra o sualı ora əlavə etmişdilər. Deməli, medianların kəsişdiyi nöqtəyə biz ağırlıq mərkəzi deyirdik və ağırlıq mərkəzi nə mənada ona deyirlər? Ağırlıq, yəni sahəni 3 dənə bərabər yerə burada bu şəkil üçün bölür. Hamısını çəksəm 6 dənə şəkil 3 bucağa alınır, 6 yerə bölünür. İndi kiçik buradır. Bura 12 olsun, burada 15 olsun. Əslində bu düz bucaqlı 3 bucaqdır da. Bunu tam çəksəydi, əslində bu düz bucaqlı 3 bucaqdır. Bura 9, bura 12, bura 15. Dayıb yoxdur, belə çəkmişəm. Bura 90 dərəcəymiş ki. Amma bunu 90 dərəcə olması vacib deyil. Yəni çox da ehtiyac yoxdur. Yazıb ki, medianların kəsmə nöqtəsindən kiçik tərəfə qədər məsafəndə. Bax, burada şagirdlər harada səhv edir? Elə bilir ki, bunu tapacam. Bura x, bura 2x olacaq. Medianların kəsişdiyi nöqtədə ağırlıq mərkəzi idi və o nöqtədə medianlar təpədən başlayaraq 2/1 nisbətində bölünürdü. Elə bilirlər ki, bu məntiqə əsaslanacaq. Xeyr. Çünki bu məsafə 90 ilə ölçülür. O məsafə gərək hündürlük kimi çəkilsin. Median da hündürlük deyil. Medianın hündürlüyü olduğu hal hardadır? Bərabər yanı 3 bucaqdadır. Deməli, bu x istəyir. Bu 3 bucaqdır. Bu 3 bucağın sahəsi necə tapılır? Tərəf vurulsun hündürlüyü bölü 2. Və bu 3 bucağın sahəsi bütün 3 bucağın sahəsinin 1/3 hissəsidir. Çünki bunlar eynidir sadəcə. İndi bütün 3 bucaqdan düz bucaqlı 3 bucaq olduğuna görə kateter asili bölünsün 2 idi. Bunu da 3'e böləcək. İndi bu 9'lar getdi, bu 2'lər getdi. X oldu nə qədər? 4. Ümumi halda belə demək olar. Və hər hansı bir ABC tərəfli 3 bucaq olsun. Onda medianların kəsişdiyi nöqtədə bura olsun. Və buradan C tərəfinə qədər olan məsafəni istəyir. Bu məsafədə buradan belə gələcək. Hündürlüyüdür. Buna bir x deyək. Deməli, x vurur C bölünsün ki, o 3 bucağın sahəsidir. Bu 3 bucağın sahəsidir. Və bu 3 bucağın sahəsi bütün 3 bucağın sahəsinin 1/3'idir. Bəs bütün 3 bucağın sahəsini nə ilə tapacam? Heron düsturu ilə. Heronla. Heron necə tapılırdı? Kök altında P vur
P minus A, P minus B və P minus C ilə tapılırdı. Loqaritmada qüvvət anlayışı. Qüvvətlər çölə çıxırdı. 3 çölə çıxacaq, 2 edəcək, 6 eləyəcək. 20 çölə çıxacaq. Siz ən yaxşısı bütün qaydaları təkrar eləyib sınaqları işləməlisiniz. Hər tərəf 26-ya böləndə loqaritm 3 əsasından x olur 2. İndi loqaritmi tənlikləri yadımıza salay. Loqaritma A əsasından x bərabərdir B olanda x'imiz nə olurdu? A-nın üstündə B olurdu. Deməli x olacaq 3 üstü 2. Vurğulara ayırın. Bunu parçalamaqla da ayırmaq olar. Vurub açmaqla da baxmaq olar ki, bu variantdır. Parçalamaqla ayıraq. Deməli 3 kök altı x-i kök altı x-i ilə bir də 2 kök altı x-i ilə ayırırıq. Viet teoremi ilə də görünərdi. Buradan kök x-i çölə çıxardanda kök x plus kök altı y alınır. Buradan da 2 kök altı y-i çölə çıxardanda buradan kök altı x, bu da kök altı y-in kvadratıdır. Plus kök altı y alınır. Və kök altı x plus kök altı y-i çölə çıxardanda alınır kök altı x plus 2 kök altında y. 17-ci sual da bitdi. 18-ci sual müstəvilərdə siz kitablardan düsturlar, o teoremləri öyrənməlisiniz. Ona görə yəni bu hökmən deyil ki, belə düşəcək. Öz şagirdlərimə aiddir. Qaydaları oradan əzbərləyərik və analiz eləyərik. D variantıdır burada. Neysə. 19. 19-da A ilə B nöqtələrinin koordinatlarını verib. İki nöqtə arasındakı məsafə düsturu var idi. Və yaxud da ki, bunların görürsünüz ki, x-ləri eyni olduğuna görə məsafə y oxunca ödənilir. 8-dən 2 çıxırıq, 6 eləyir. Və bu paralelogramdır. Paralelogramın qarşı tərəfləri eyni olduğuna görə burada 6 eləyir. Və bu y oxu üzərinə düşdüyünə görə bu C nöqtəsinin koordinatı var. Koordinat başlanğıcından başlayır. X-i 0-dır, y-i də 6-dır. Koordinatların cəmini istəyir, olur 6. Bir də əks halda paralelogramda belə də yazmaq olardı. Diaqonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Bu orta nöqtə ilə də getmək olardı, amma ən rahatı budur. Bir də iki nöqtə arasındakı məsafə düsturu vardı. Kök altında x2 çıxılsın x1-in kvadratı idi. y2 çıxılsın y1-in kvadratı idi. 19. 20. Viet teoremi yada düşür. Bir də loqaritmada qüvvət çölə çıxartma yada düşür. 4-də 1 2 üstü mənfi 2-dir. Bu da x2-nin kvadratıdır. Deməli, burada köklər onsuz hasili müsbət verilib. Cəm də müsbətdir. Köklər müsbətdir. Bu 2 də çölə çıxır. Bu mənfi 2 də çölə çıxır. Onda da loqaritma 2-də x2 və mənfi. Çünki qüvvətlər çölə çıxırdı da. Burada a üstü x, burada b üstü y, y yuxarı, x də aşağı düşürdü. Qalırdı loqaritma asasından b. Onda mənim bu sualım gəlir loqaritma 2-də x1 plus loqaritma 2 əsasından x2 olur. Və loqaritmanın əsasları eyni olanda toplayanda biz vururduq. İndi x1, x2 lazımmış. Viet teoremini də hamımız bilirik. Viet teoremi x1 vur x2 C bölü A-dır. C 4'dür, A da 10'da 5'dir. Böləndə də bu eləyir 8. Deməli, bu da olur loqaritma 2-də 8. Bu da eləyir cavab 3. 20-ci suala da cavab verdik. Sonra 21. Funksiyanın təyin oblastı. Funksiyanın təyin oblastı x-lərin ala biləcəyi qiymətləridir. Yəni kökün altındakı bir ifadədə x-lərə nələr verə bilərik, onu araşdırırıq. X plus 4 sıfırdan böyük bərabər olmalıdır. Onda buradan x böyük bərabərdir, mənfi 4 olur. B variantı. Amma bunun qiymətləri oblastını istəsəydik. Qiymətlər oblastı y-lərdir. Yəni y-lər nələr olar? Yəni y bu kök altı ifadədir. Kök altı ifadədə bu 0 alırmı? X-ə mənfi 4 verəndə alır. Deməli, sıfırdan başlayardı sonsuzluğa. Bu qiymətlər oblastı olardı. Və burada fərq nədədir? Əgər bunu belə versə, təyin oblastı təbii ki x-lərdir və təyin oblastı burada mənfiyə görə dəyişilir. Yəni 4-dən ikisi bərabərlər verməlisiniz. Amma qiymətli oblastı y-lərdir. Y-lər dəyişilmir. Yenə də olur 0 sonsuzluq. Çünki 4 verəndə 0 olur və 4-dən balaca verəndə o böyüyür. Məsələn, mənfi 5 verəndə 9 olur, yəni 3 alır. Köşaltı ifadələrdə təyin oblastı əslində burası cüt olanda, cüt dərəcədən. Məsələn 2, 4, 6-cı dərəcədən təyin oblastı f(x)i böyük bərabər 0 götürüb həll etməlisiniz. Bunu bilin. Viet teoremi. Çevrilmiş kvadrat tənliyi. Çevrilmiş kvadrat tənliyi x kvadrat plus px plus q-dür. Və mən burada mənfi p köklər cəmi idi. Q də köklərin hasili idi. Parın yerinə qoyunda bunu toplayanda buraya eləyir 2
Bunu da vuranda bura edir -4. Çünki 1 çıx kök 5'i 1 plus kök 5'e vuranda edir 1 çıx 5 -4. Onda p -2'dir. Onda tənliyimiz x kvadrat çıx 2 çıxılsın 4 olur. Və yaxud mən burada da sizə bir şey deyim. Ta ki bir kök budur. Bu kökü bərabər edirəm buna. Və 1'i atıram bu yana, qalır bu. Hər tərəfi kvadrata yüksəldirəm. 5'i de atanda dediyim bu variant alınır. 23. Bu da tənlilər sistemidir və elə topluda bu sual daha var. Bu muxtəsər vurma düsturudur. 4x çıx 1'in kvadratıdır. Mən buradan y-i tapsam, belə eləyək də. Kvadratlar nə vaxt bərabər olur? Ya bir dəfə olduğu kimi özləri imiş. Onda burada 3'ü oyuna atsam y bərabərdir olur x çıx 1. Onda qoyaq burada da y çıx x -1 imiş. X plus y də 3 imiş. Sistemi əldə eləyək. Toplayaq. 2y bərabərdir 2. Y oldu 1. X oldu 2. Həllər bulardır. Ya da mesela a kvadratı bərabərdir b kvadratı nə vaxt olurdu? Ya a bərabərdir b olurdu, ya da a bərabərdir -b olurdu. -b'si ödənmir. Çünki 4y plus 3, onda 1 çıx 4x olar. Onda bu yana atsaq ödənmir. Çünki buradan 4'ü çölə çıxardanda y plus x 3'dür. 3'ü 4'ə vuranda -2 eləməz. Əvəzinə nə də yazmaq olardı? Uzun gedərdi. 24. Katetləri 16 12 olan düzbucaqlı üçbucağın kiçik kateti ətrafında. Bu konusdur. Düzbucaqlı üçbucağı bir tərəf ətrafında fırlanmasına alınan cisim konusdur və fırlanan tərəf həmişə deyirdik radius olur. Bizə də deyir ki, kiçik katet ətrafında fırlat. Deməli, mən böyük kateti fırladacağam. Bu konus alınacaq. Oldu konus. Konus da yazacaq salaq burada bir. Bura doğranıdır. Bura oturacağın radiusuydu. Burada hündürlüyüdü. Konusun düsturları S oturacaq pi r kvadratıdır. S yan pi r l idi. Elə doğran deyirdilər. Onun doğranı 20'dir. S tam səth. Oturacaq ilə yan səthi toplayırdıq. Dördüncü həcm. Həcm 3/1 pi r kvadratı h idi. Bir də 5-ci ox kəsiyin sahəsi vardı. Bunlar standart düsturlardı. Onlar da r h eləyirdi. Belə. İndi burada yazıb ki, yan səthinin sahəsindən neçə faiz azdır? Yan səthini tapaq, pi r-i tapaq. Deməli 16'nı 20'ye vurmalıyıq. Olur 320 pi və bu 100%'dir. Bir də oturacağın sahəsi. Oturacağın sahəsi pi r kvadratdır görürsünüz. Yəni 256 pi. Bu da x-faiz. Buradan x'i tapın. Özdə nə qədər azdır deyir də. Neçə faiz, yox, neçə faizini təşkil edir. Buradan mənim 80% yadıma gəlir. Tənasib əlliyin 80% tapacağız. Kompleks ədədlər. Kompleks ədədlərdə i kvadratı -1 idi. I kubu i vurulsun i kvadrat yazırdıq. Bu da mənfi eləyirdi. I üstü 4 i kvadratın kvadratı olduğuna görə 1 eləyirdi. Qalan hallarda i də 2 idi. Yəni i dediyimizin mənası elə idi. Qalan hallarda qüvvəti 4'ə böləndə 4'ə bölünürsə cavab 1 idi. 4'ə bölünüb qüvvətdə 1 qalırdısa, qalıqda 1 qalırdı. Qalıqda 2 qalanda bu i kvadratın verirdi. Bu mənfi idi. Qalıqda 3 qalanda i kubun verirdi. Bu da mənfi idi. Yəni 4'dən bölüb qüvvətləri yazacaqdıq. Bu qədər sadə. Bir də kompleks ədədlər z bərabərdir. A plus i vurulsun 5 şəklində yazılır. Onda mən burada 4'ə bölünür. Bura 1. Burada 4'ə bölünüb qalıqda 3 qalır. Burada 4'ə bölünüb qalıqda 2 qalır. Burada 4'ə bölünüb qalıqda 1 qalır. Onda bu 1 plus bu i kubu nə qədərdir ki? Mənfidir. I kvadratda -1'dir. Bu da i çıx 1. Bunu elə orta məxrəcə gətirsək, olur i çıx 1 minus i minus 1. Burada da i çıx 1. Burada yazaq davamın. Bu da eləyir nə? -2 böl i minus 1. Bunda da biz həmişə məxrəci qoşmasına vurmuşuq. Mən buraxılış layihəmi izləyənlər görübsünüz ki, orada biz en qədər bunları təkrar etmişik. Olur i kvadratı çıx 1. I kvadratı -1 olduğuna görə -2'lər gedir. Qalır i plus 1. İndi həqiqi hissəsini deyir. Həqiqi hissəsi nə idi? Deməli z'yi almışıq 1 plus i. Z bərabərdir a plus i b yazılanda a'ya həqiqi hissə deyirdik.
İ'sizə həqiqətsə deyirdi. O da oldu 1. 25-ci sual da bitdi. Gəldi 26-ya. 26-da da elə toplu da var. A-osu hər ikisində iştirak edir. Mən buna bir alfa desəm, gətirib burada yerinə qoysam, A-B olur alfa çıx 36. Bu da olur alfa çıx 48. Bu üçün toplamalıyıq. Bu tam bucağı verdiyinə görə 360 eləməliyik. Deməli 3 alfa çıxılsın. Bundan bunu toplayanda 4, 84 bərabərdir 360. 3-ə bölün. Bura nə qədər bölünəcək? 28, burada 120. Deməli alfa olacaq 148. Uyğunluğu müəyyən edin. Bunları müqayisə etmək üçün bunları eyni dərəcəyə gətirmək lazımdır. Deməli 3 ilə 2 var. 3 ilə 2 üçün 6-dır. Bunu 6-ya gətirmək üçün kvadrata vuramsa bu 4 eləyir. Bunu 6-ya gətirmək üçün kuba vurmalıyam. Bu da 27 eləyir. Deməli 27 ilə 4-ü müqayisə edəndə x y-dən kiçikdir. Deməli 2-yə A variantı uyğun gəlir. Burada yenə 12-yə gətirəcəyik. 12 gətirəndə 4-ə vuruq. 4 üstü 4 256-dır. Kuba 27. Deməli burada isə 256 27-dən böyükdür. Deməli buna da B variantı uyğun gəlir. Üçüncü kök altda 25 elə məlumdur ki, kök altda 5-dir. 5-in kvadratı yazanda buna C variantı uyğun gəlir. Burada da yenə 15-ci dərəcədən bərabərləşdirəcəyik. Bura 15 yazanda 5-ə vurdum. 3 üstü 5 243 eləyir. Buna 3 yazdım 15 elədi. 5-in kubu da 125 eləyir. Burada da deməli x y-dən böyükdür. Deməli buna da D uyğun gəlir. Burada da bu 8 və bu 64 də 8-in kvadratıdır. 2 ilə 8 ixtisar edir, 4 qalır. Bunlar da bərabərdir. Buna da Y variantı uyğun gəlir. Gəldi 20. Gəldi situasiya suallarına. Bu situasiya suallarında birinci qruplara ehtiyac olmayacaq. Yəni birinci qruplara situasiya sualları düşməyəcək. Amma yenə də öyrənə bilərsiniz. Situasiya sualların sizlərdən asılıdır çox. Çox oxumalısınız. Düşünməlisiniz ki, nə istəyir. Deməli bu bir oxşarlığa aid sualdır. Düzbucaqlı üçbucaqda 90'lar varsa oxşarlığa da düşürdü. Çünki bura alfa desəydim, bura beta desəydim. İkisinin cəmi 90 olduğuna görə burada beta idi. İndi sualı oxuyaraq amma sadəcə hələ bunları tapaq. 16, 12 Pifagordan bura 20 eləyir. Onda bax alfanın qarşısındakı 12'dir. Alfanın qarşısında 24'dür. Onda elə bil ki kateti 2 dəfə artırıb. Onda belə çıxır ki 90 qarşısı 20 olanda 90'ın qarşısı 40 olacaq. 40 olacaq. Bura 24 qalacaq. Burada 32 olacaq. 2 kart. Burada da 12 qalacaq. Neysə. Bir də oxşarlığı yazıca salın. Belə deyə bilərdik. A, C, B üçbucağı oxşardır. Üçbucaq. A'da beta vardı. Burada beta Y'də idi. 90'da C vardı. Orada da 90 D'də idi. B. İndi məsələn bax ilk ikisini burada ilk ikisinə bölürdük. Son ikisini son ikisinə bölürdük. Birinci ilə axırıncını birinci ilə axırıncıya bölürdük. Yenə deyirəm, buraxılışdan çıxan şagirdlərsə sizlərin bu qaydalar yadınızda olmalıdır. Bir də uyğun bucaqların qarşısındakı tərəflərin nisbəti eynidir. Onu da yazıca sala bilərsiniz. Alfanın qarşısında 12'dir. Orada alfanın qarşısında ümumi 24'dür. 90'ın qarşısında burada 20'dir. Burada 90 qarşısında nədir? AB-dir. Bu AB-ni tapanda görürsünüz ki 40 olur. 2 dəfə artır. Nəysə, yazıb ki, iki qardaş ABC düzbucaqlı üçbucağını verib, öz aralarında şəkildə göstərilən kimi bölüb. Bütün sahaya kartof əkib, birlikdə eyni məhsuldarlıqla 1000 kiloqram kartof yığdılar, birlikdə. Payına düşən kartofu kiçik qardaş hər birinə 10 kiloqram, böyük qardaş hər birinə 15 kiloqram olmaqla kisələrə böldülər. Tamam, buna baxarıq. Böyük qardaş özünü ADS sahəsi ətrafında hasar çəkdi, bu hasarın uzunluğunu tapın. Bu hasarın perimetrini tapacağıq da, yəni buranın uzunluğunu tapacağıq. 24, 24, 48, 12, 12, 24. Bunu nə qədər eləyəcək? 72. Perimetr tapdıq. Sonra yığılan kartof qardaşlar arasında öz ərazilərinin sahələrinə mütənasib bölündü. İndi sahə gəlir çıxır ortaya. Sahə nə idi? Katetlər asili böl 2. Deməli bu kiçiyinin sahəsi 16 vur 12 böl 2'dir. Bu da nə qədər eləyir ki? 6, 96. Buranın sahəsi eləyir 96. Bütün sahə nə qədər eləyir? 24 vur 32 böl 2. Bu da eləyir 12 vur 32. Bunu bir hesablayaq. Deməli bütün sahə də elədi 384. 384'dən biz 96 çıxmalıyıq. 96 çıxanda bura nə qalacaq? 8. 17'dən 9, 8. 288 də bura olacaq. İndi deyir ki, bütün kartof
kiçik qardaşı necə? Yığılan kartof qardaşlar arasında öz ərazilərinin sahələrinin mütənasib bölündü. İndi bax, kiçik qardaşın sahəsi 96-dır. Böyük qardaşın sahəsi 288-dir. Bunların mütənasibliyi elə 96-ya bölünür. Burada bir dəfə bölünür, burada 3 dəfə bölünür. Yığılan kartof. Nə qədər kartof yığılmışdı? 1000 kiloqram kartof yığılmışdı. Deməli bu 1000 kiloqram bu mütənasibdən bölünüb. Onda bax 4x olub 1000 kiloqram. Onda x nə qədər olub? 250. 25 yanında 0. Deməli bu kiçik qardaş 250 kiloqram kartof yığıb, böyük də 750 kiloqram kartof yığıb. Son. Tapdıq. Kiçik qardaşlar neçə kiloqram kartof düşüb? 250. Kartof yığılan kisələrdən təsadüfən ikisi götürülüb. İndi qulaq asın. Görə hələ neçə kisə vardı? Kisələrə baxaq. Deməli payına düşən kiçik kartofu kiçik qardaş hər birinə 10 kiloqram. Deməli bu kiçik qardaşın kartofu 250 idi, böyük qardaşın kartofu 750 idi. Bu 250-ni 10 kiloqramlarla bölüb 25 kisəsi olub. Bu da 750-ni 15-ə bölüb. Burada da nə qədər düşür ki? 50 mi olur? 50 kisə də bunun olub. Onda belə çıxır ki, bütöv neçə dənə kisə var? 75 kisə var. İndi baxaq. Kartofda yığılan kisələrdən təsadüfən ikisi götürülüb. Ehtimalı soruşur. Ehtimal necə tapılırdı? Şərt halındakı hadisələrin sayı bütün hadisələrin sayına bölünürdü. Şərt nədir? Bütün nədir? Bütöv 75 kisə var, ikisini götürüblər. O nə idi? Kombinzon. Seçim məsələləri kombinzonudur. İndi ki, kartof yığılan kisələrdən təsadüfən ikisi götürülüb, yardım məqsədilə uşaq evinə göndərildi. Göndərilən kisələrdən yalnız birinin 10 kiloqramlıq olması. 10 kiloqramlıq nə qədər idi? 25 dənə kisə vardı. Deməli 2 dənə kisə götürməlisən. Bunun biri bundan olmalıdır. Biri nədən nə qalır bundan? 25 kisədən bir dənə götürəndə 25 üsuldan götürə bilərsən. 50 kisədən də bir dənə götürəndə 50 üsuldan. Çünki burada və var, ona görə vururuq. Bax, 2 dənə kisə götürməlisən. Birin buradan, birin buradan. Kombinzon 25-dən 1 elə 25 idi. Yəni 25 kisədən istənilən biri neçə üsulla götürə bilərsən? 25 üsulla. Ehtimal da olur bu. Belə. Deməli burada ola bilsin vaxtımız çox çəkdi. Çünki biraz ətraflı danışdım. Konusdan danışdım. Sonrası üçün qaydalarınızı yadımıza salaq. Məsələn, oxşarlıqdan danışdım. Məsələn, təyin oblastından biraz ətraflı danışdım, mediandan ətraflı danışdım. Yəni, boş sualları mən tez-tez əldə eləsəm, tez əldə eləyərəm. Amma məqsədim sizə ümumi təkrardır. Deməli, görürsünüz ki, trigonometriyanı çox gözəl şəkildə bilməlisiniz. İntegralı çox gözəl şəkildə bilməlisiniz. Törəməni çox gözəl şəkildə bilməlisiniz. Blokun mövzuları kompleksədədən çox olur, limit olur. Trigonometriya olur, tənlik olur, hesablama olur. İndi özdə çox o sual düşə bilər oradan. İntegral olur, törəmənin mövzuları olur. Bunlarda diqqətli olun. Növbəti qəbul izahı ilə görüşərik. Hər birinizə uğurlar.